Bu günləri 24 noyabr 2025-ci il gəlmişik Sabirabad rayonuna. Allah bütün əkinçilərə, bostancılara xeyirli, bərəkətli sezon yetirsin. İnşallah sağlıq, salamatçılıq olsun. Sabirabad rayonuna illərdir əkilən və öz sözünü demiş çeşidlərimiz, qarpız toxumlarımız. Grand F1, Legio F1, Citadel F1, Capitol F1 yemiş çeşimiz, Tenor F1 çeşidlərini gətirmişik. Toxumlarla bağlı kimin nə sualı olsa səhifəmizdəki nömrə ilə əlaqə saxlaya bilərlər. Bu günləri Sabirabaddayıq, hələ 3 gün buradayıq. Daha sonra Saatlı rayonunda olacağıq. Sabirabadda görüşəcəyimiz müştərilərimiz var, əkinçilərimiz var. Onların toxumlarını gətirmişik. Sizə yaxından göstərirəm. Qarpız çeşidimiz Legio F1 çeşidi, Abad F1 çeşidi, Grand F1 çeşidi, Citadel F1 çeşidi və Capitol F1 çeşidi. Bizim 5 cür qarpız çeşidimiz var, 2 cür yemiş çeşidimiz var. Yemiş çeşidimiz Tenor F1 çeşidi 40 günlük setka yemişdir. Pistarola F1 çeşidi isə 70-80 günlük digər yemiş çeşidlərimizdir. Hamısı tam orijinal sertifikatlı toxumlarımızdır. Yenə dediyim kimi, kimin toxumlarla bağlı nə sualı olsa səhifəmizdəki nömrə ilə əlaqə saxlaya bilərlər. Xeyirli, bərəkətli sezon arzulayıram bütün bostancılara. Allah xeyrinizi versin. İnşallah hər şey yaxşı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.